Salam, hər vaxtınız xeyirli olsun, dəyərli tamaşaçılar. Monitoringdə xəbərlərə baxırsınız. Həftənin ilk günü və bugün də gündəm dolu xəbərlərlə qarşınızdayıq. Studiyada mən Aynur Kərimli günün prioritet xəbərlərinə birgə nəzər salırıq. Prezident İlham Əliyev martın 17-sində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Prezident İlham Əliyev martın 17-sində Bosniya və Hersegovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezi qəbul edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Azərbaycan Xarici İşlər Nazirliyi İrlandiyanı təbrik edib. Bu barədə Nazirliyin X hesabında paylaşım olunub. Müqəddəs Patrik günü münasibəti ilə İrlandiya və İrland xalqını təbrik edirik deyə Xarici İşlər Nazirliyinin təbrikində qeyd edilib. Qlobal Terrorizm İndeks 2025 hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reyting sıralanması təqdim edilib. Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara Burkina Faso, Pakistan, Suriya daxil edilib. Qeyd olunan sıralamada İsrail 8-ci, Rusiya 16-cı, İran 18-ci, Türkiyə 32-ci, Amerika Birləşmiş Ştatları 34-cü, Fransa 40-cı, Niderland 60-cı, Norveç 66-cı, Finlandiya və Yaponiya 72-ci, Danimarka və Ermənistan 79-cu, Avstriya və Cənubi Koreya 82-ci, Latviya və Litva 86-cı yerdə qərarlaşıb. Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada 2024-cü illə müqayisədə bir reytingdə yüksələrək 2025-ci ildə 90-cı yerdə qərarlaşmaqla birdən 100-ədək artan mümkün reyting həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytingə sahiblənib. Davam edirik. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib. Xatırladaq ki, əvvəlki proseslərin birində dövlət ittihamçısı Çingiz Mehdiyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi. Ötən prosesdə təqsirləndirilən şəxsin vəkili müvəkkilinin dəymiş ziyanı ödədiyini bildirib. Bu səbəbdən dövlət ittihamçısı Çingiz Mehdiyevə 3 il sınaq müddəti olmaqla şərti cəza verilməsini təklif etmişdi. Qeyd edək ki, Çingiz Mehdiyev Formula 1 oyunlarının təşkili üçün ayrılan 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. Çingiz Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qəti imkan tədbiri seçilib. Bakıda müştərilərə köhnə yeməklər verən restoran bağlanıb. Xətai rayonu Zığ şosesində fəaliyyət göstərən fiziki şəxs Yaşar Vəlioğlu Əliyevə məxsus Sarıqaya restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi tələblərinin pozulması halları aşkarlanıb. Belə ki, yaşayış obyektində qida məhsullarının saxlanıldığı soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu, məhsulların saxlanma şəraitinə əməl olunmadığı, isti yeməklərin növbəti günlərdə yenidən isidilərək müştərilərə təqdim olunduğu, emal sahəsində temperaturun monitoringi və qeydiyyatının aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, işçilərin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə əməl olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub. Həmçinin baytarlıq sənədi olmayan ət, balıq məhsulları, mənşəyi məlum olmayan qatıq məhsulu, istehsal tarixləri olmayan yarım fabrikatlar və hazır yeməklər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib. Obyektin fəaliyyəti məhdudlaşdırılıb. Dünyada nələr baş verir? Bir nəzər yetirək. Gürcüstanın sabiq prezidenti Mikhail Saakashvili qanunsuz sərhəd keçidi ittihamı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu cəza onun büdcə vəsaitlərinin israfına görə əvvəlki 9 illik həbsinə əlavə olunub. Beləliklə, Saakashvili ümumilikdə 12 il 6 ay həbsdə qalacaq. Onun həbs müddəti 1 oktyabr 2021-ci ildən hesablanır. Sabiq prezident 29 sentyabr 2021-ci ildə Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb. Həmin vaxt artıq qiyabi olaraq 6 il həbs cəzasına məhkum edilib. 2022-ci
2005-ci ildən cəzasını klinikada çəkir. Eyni zamanda ona qarşı 7 noyabr 2007-ci il hadisələri ilə bağlı məhkəmə prosesi davam edir. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump martın 18-də Rusiyalı həmkarı Vladimir Putinlə danışmağı planlaşdırdığını açıqlayıb. Düşünürəm ki, bizimlə Rusiya arasında hər şey yaxşı gedir. Çərşənbə axşamına qədər nə isə elan etməyimiz mümkündür. Mən çərşənbə axşamı prezident Putinlə danışacağam deyə Ağ Ev rəhbəri jurnalistlərə verdiyi açıqlamasında vurğulayıb. Trump bildirib ki, Putinlə söhbəti zamanı ərazilər məsələsini müzakirə etmək niyyətindədir. Biz ərazilərdən danışacağıq, elektrik stansiyalarından danışacağıq. Çünki bu böyük məsələdir deyə Trump qeyd edib. Bu arada Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın milli təhlükəsizlik üzrə müşaviri Mike Waltz bildirib ki, Rusiya Ukraynada təklif olunan atəşkəsə getməsə, ABŞ ona qarşı tədbir görə bilər. O, bununla bağlı suala şübhəsiz bütün variantlar nəzərdən keçirilir deyə cavab verib. Daha əvvəl Ukrayna prezidenti Volodymyr Zelenski Britaniyanın təşəbbüsü ilə keçirilən sammitin yekunlarına dair brifinqdə Rusiyaya ərazi güzəştləri məsələsini kəskin adlandırıb. Onun fikrincə, Rusiya məhz buna nail olmağa çalışır. Ukrayna lideri ABŞ-nin Ciddədə bu məsələni qaldırdığını, Ukraynanın mövqeyi ilə tanış olduğunu qeyd edib və Respublikanın artıq Rusiyanın nəzarətində olan ərazilərin itirilməsini tanımadığını vurğulayıb. Digər xəbərlərlə davam edirik. Amerika Birləşmiş Ştatlarını vuran qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatıb. Bu barədə ABŞ prezidenti Donald Trump Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb. Biz Cənub və Orta Qərbdə bir çox ştatları vuran şiddətli tornado və tufanları fəal şəkildə izləyirik. 36 günahsız insan həlak olub deyə paylaşımda qeyd olunur. Məlumata görə təbii fəlakətin qurbanları Alabama, Arkansas, Missouri, Kansas, Mississippi, Oklahoma və Texas ştatlarının sakinləridir. Trump əlavə edib ki, dağıntıların nəticələrini aradan qaldırmaq və yerli hakimiyyət orqanlarına yardım göstərmək üçün Arkansas ştatına ABŞ Milli Qvardiya bölmələri yerləşdirilib. Tornadolara, toz fırtınalarına, 100-dən çox meşə yanğınına səbəb olan fəlakət 100 milyondan çox insanın yaşadığı əraziyə təsir edib. Monitoringdə xəbərə baxırsınız. Şimali Makedoniya hökuməti Kocani şəhərində baş vermiş yanğında 59 nəfərin öldüyü faciə ilə əlaqədar ölkədə 7 günlük matəm elan etmək qərarına gəlib. Kocanidə baş verən yanğında 59 gəncin həlak olduğu, yüzlərlə yaralının xəstəxanaya yerləşdirildiyi və tibbi yardım aldığı faciəli hadisə ilə əlaqədar çağırılan hökumətin fövqəladə iclasında ölkə ərazisində 7 günlük matəm elan edilməsi barədə qərar qəbul edilib. Hər kəs bu qərara əməl etməyə borcludur. Onun pozulmasına görə sərt cəzalar nəzərdə tutulur deyə açıqlamada bildirilir. Ölkənin bütün səhiyyə sistemi tibbi yardımın göstərilməsi və zərər çəkənlərin tez sağalması üçün səfərbər olunub. Bütün Makedoniya xalqı üçün son dərəcə ağır və kədərli günlərdə biz baş verənləri siyasiləşdirməməyə çağırırıq ki, aidiyyəti qurumlar bu işi operativ və obyektiv araşdırsınlar. Heç bir məlumat ictimaiyyətdən gizlədilməyəcək deyə hökumətdə bildirilib. Qeyd edək ki, Şimali Makedoniyanın Koçani şəhərində gecə klubunda baş verən yanğın nəticəsində 59 nəfər həlak olub, 155 nəfər isə yaralanıb. Bəli, biz ölkə gündəmi ilə davam edirik. Xalq artisti Ağadadaş Ağayevin mühafizəçiyə atdığı balta özünə qaytarılıb. Məhkəmənin bir müddət əvvəl verdiyi qərara əsasən insidentdə istifadə olunan əşya sahibinə geri verilib. Qeyd edək ki, müğənni ötən il Bakıdakı Medera Hospitalının mühafizəçisi ilə mübahisə edib və əlindəki baltanı ona tərəf atıb. Hadisə zamanı balta xəstəxananın xadiməsinin ayağına dəyib. Daha sonra isə xadimə baltanı götürərək kənara qoyub ki, heç kim onu götürməsin. İstintaq zamanı balta sübut kimi götürülüb və Binəqədi rayon polis idarəsinə təhvil verilib. Məhkəmə prosesi başa çatdıqdan sonra cinayət tərkibi olmayan maddi sübut kimi baltanın geri qaytarılmasına qərar verilib. Beləliklə, Ağadadaş Ağayevin bağ işlərində istifadə etdiyini iddia etdiyi balta yenidən onun ixtiyarına keçib. Xatırladaq ki, məhkəmə sənədlərinə əsasən xalq artisti həmin hadisə zamanı
əsəblərinə hakim ola bilməyərək baltanı qarşı tərəfə atıb. O, məhkəmə zamanı baltadan silah kimi istifadə etmədiyini, sadəcə qorxutmaq məqsədi ilə atdığını bildirib. Ağadadaş Ağayevlə insident yaşayan Nurəddin Cəlilovun da məhkəməyə araşdırması tamamlanıb. Hökmə əsasən ona 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib. Renault Megane və Mercedes markalı avtomobillər toqquşaraq yararsız hala düşüb. Hadisə martın 17-si saat 00:05-də Şərifzadə küçəsi ilə Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb. Renault Megane və Mercedes markalı avtomobillər toqquşublar. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. Bəli, biz davam edirik. Həftə sonu Avropanın top 5 ölkəsinin çempionatlarında maraqlı oyunlar oldu. İngiltərə Premier Liqasında 29-cu turun oyunları keçirilib. Manchester United səfərdə Leicesterin qonağı olub. Bu mövsüm işləri qaydasında getməyən qırmızı şeytanlar cari çempionatda daha uğursuz çıxış edən meydan sahiblərindən üstün olublar. 0-3 hesabı ilə. Hazırda Mankunyanlar 37 xala malikdirlər. Onlar turnir cədvəlində 13-cü sırada qərarlaşıblar. Leicester isə 17 xalla outsiderlər sırasında yer alıb. İtaliya A seriyasının lideri Inter Atalantanın qonağı olub. Maç 29-cu tur çərçivəsində Bergamoda baş tutub. Çempionluğa iddialı iki klubun qarşılaşmasında azarkeşlər yalnız qonaq komandanın qollarına şahidlik ediblər. 54-cü dəqiqədə Hakan Çalhanoğlu'nun ötürməsini Augusto qola çevirərək hesabı açıb. 81-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar. 6 dəqiqə sonra isə Martinez fərqi artırıb 0-2 hesabı ilə. Oyunun sonlarında hakim daha 2 dəfə cibindən qırmızı vərəqə çıxarıb. Lakin bu görüşün nəticəsinə təsir etməyib. Bu qələbədən sonra Inter 64 xalla liderliyini davam etdirir. Komanda ən yaxın izləyicisi Napolini 3 xal qabaqlayır. Atalanta isə 58 xalla ilk üçlükdədir. İspaniya La Liqasında 28-ci turun mərkəzi görüşü başa çatıb. Madriddə yerli Atletico Barcelona'nı qəbul edib. Katalonlar oyun ərzində 2 top fərqi ilə geridə olsalar da geri dönüş edərək çətin səfər maçında 3 xal qazanmağı bacarıblar. 2-4 hesabı ilə. Hazırda rəqiblərdən nisbətən bir oyun az keçirən Barsa turnir cədvəlində 60 xalla 1-ci, Atletico isə 56 xalla 3-cü pillədə yer alır. Beləcə bugünə və bu saata sizə çatdıracaqlarımız bunlar idi. Xəbərlərdən xəbərdar olmaq hər zaman sizin hüququnuzdur. Diqqətiniz üçün təşəkkür edirik.